İnsanların həm zinət əşyası kimi alıb istifadə etdiyi, həm də yatırım vasitəsi olaraq qızılın qiyməti son aylarda ən dəyişkən dövrünü yaşayır. Qiymət gah rekord səviyyəyə qədər qalxır, gah da gözlənilmədən enir. Son günlərdə isə qızılın qiyməti maksimum həddə çatıb. Bəs bu bahalaşmanın səbəbi nədir? Qarşıdan gələn il üçün proqnozlar necədir və bu artım davam edəcəkmi? Mövzunu araşdırmışıq. Bu həftə ərzində dünya bazarında qızılın 1 troya ünsiyasının və ya 31,1 qramının qiyməti 4500 dolları ötərək tarixi rekordu yenilədi. Son bir il ərzində qızılın qiyməti 70%-ə yaxın artıb. Elə paytaxtın qızıl ticarəti mərkəzlərindəki mənzərə də bu tendensiyanın canlı göstəricisidir. Satıcılar qiymət artımına görə müştəri azlığından şikayətlənir. Alıcılar isə daha az əyyarlı qızıllara maraq göstərirlər. Bəs hazırda qızılın satış qiymətləri necədir? 585 əyar qızılın qramı başlayır 180 manatdan üzü yuxarı, 750 isə 250 manatdan yuxarı. Qızılın qiyməti ümumiyyətlə alıcılara necə təsir edir? Yəni alıcıların sayını azaldıb yoxsa? Bəli, çox azaldı. Keçən ilə inişlə baxanda xeylan azalıb. Yəni bahadır deyəni almırlar. Keçən il hardasa 130 manatdan 585-ləri, 150-160 manatdan artıq 750-ləri satmaq olurdu. Qızıl çox almaq olmur, yəni müştərilər artıq çox gəlmirlər. Qızılın qalxmağı alıcılara təsirini göstərir. İndi özünüz bilirsiniz ki, qabaqdan yeni il gəldiyinə görə alıcılar da məcburdular ki, kiməsə hədiyyə etmək üçün alsınlar. Müştərilərimiz azalıb da demək olar ki. Alıcı belə deyək, zəifdir. Tələbata uyğun olaraq azdır. O da qiymətlə bağlı olan bir şeydir. Ad günü, toy tədbirləri, məsəl üçün belə bir hallar olan zaman müştərilər yüngül də olsa nəysə belə bir simvolik olaraq nəysə bir hədiyyə falan alırlar. Amma ümumi alıcıya baxanda hal-hazırda zəifçilik müşahidə olunur. Qızılın qiymətinin artmasının müxtəlif səbəbləri var. Mütəxəssislər son günlərdəki bahalaşmanın səbəbini əsasən Amerika Federal Ehtiyat Sisteminin ötən həftə həyata keçirdiyi faiz endirimi və yaxın dövrdə əlavə faiz endirimlərinə dair gözləntilərlə əlaqələndirirlər. Təbii ki, səbəblər yalnız bununla bitmir. Trump administrasiyasının ticari müharibələri, iqtisadi gərginliklər qızıla marağı artırır. Qızıl həmişə gərginliklərdən qidalanır. Qızıl təhlükəsizlik aktiv hesab olunur. Qeyri-müəyyənlik artdıqca qızıla marağı artır. Rusiya-Ukrayna müharibəsində qızılın bir artım trendi başlayıb. Çünki belə deyək, Rusiyaya tətbiq edilən sanksiyalar onu göstərdi ki, qərb ölkələrinin valutalarında rezerv toplamaq özü bir təhlükəlikdir. Yəni Rusiyanın 300 milyard dollarlıq aktivinin dondurulması qızıla marağı artırır. Amerika Birləşmiş Ştatlarının Çinlə gömrük qarşıdurması da bazarlara təsir edən amillər sırasındadır. Çünki vəziyyət dolların dəyərdən düşməsinə səbəb ola bilər. Dolların ucuzlaşması qızılın bahalaşmasına təsir göstərir. Bütün bu geosiyasi və iqtisadi qeyri-müəyyənlik investorların qiymətli metala marağını artırır. Bu da bahalaşma ilə nəticələnir. Bəs növbəti il üçün proqnozlar necədir? Növbəti il nə olacaq? Bu ilki kimi artım gözlənilmir, amma hesab edilir ki, qızıl qiymətləri yüksəkdə qalacaq və 5-10% artım gözlənilir. Təbii ki, müxtəlif o gərginliyin aşağı düşməsi və yaxud da inflyasiyanın yüksəlməsi qızıl qiymətlərini belə deyək, bir qədər ucuzlaşdıra da bilər. Gərginliyin aşağı düşməsi, Amerika-Çin anlaşmaları qızılın qiymətini aşağı da sala bilər, amma əks istiqamətdə daha sürətlə də arta bilər. Heç kim buna qarantiya vermir. Ekspertlər hesab edirlər ki, qlobal iqtisadi və siyasi qeyri-müəyyənliklər davam etdikcə qızılın növbəti ildə bahalaşması gözlənilir. Vəziyyətin Azərbaycan üçün müsbət tərəfi isə həm qızıl ixracından, həm də neft fondunun qızıla investisiyalardan gəlirlərin artmasıdır. Şəkərnaz Şahaliyeva, Samray Əlizadə, İqtisadi Zona.